Əvvəla salam aleykum hər kəsə. Allah qeyrətli qardaşlarımızı, bacılarımızı qorusun. Baku TV-nin redaktoru Samir bəy, sizə böyük təşəkkürümü bildirirəm. Qaldı ki, bugünkü gündə Vətən Mühafizə Xidmətinin direktoru cənab Etibar Qasımov bu videonu yenə də çəkirəm və Samir bəy sağ olsun paylaşacaq. Siz bugünkü gündə məni qeyri-qanuni şəkildə işdən çıxartdınız və orada haqlı ola mənə hədə qorxuyla Abdullah bəy, Hüseynzadə Abdullah, xidmət rəisi, otellərin xidmət rəisi mənə hədə qorxu gəlir, baş prokurorluğa verəcəm səni, belə eləyəcəm, elə eləyəcəm, nə səbəbə? Qolunuzun gücü ilə hədə qorxu gəldiniz, sustum. Azərbaycandaydım, sustum, siz haqlı çıxdınız. Bugünkü gündə mən bu videonu çəkirəm, bildirmək istəyirəm. Bütün millətdə bilsin, mənim başıma nə iş gəlsə, Vətən Mühafizə Xidmətinin direktoru, yəni yiyəsi Etibar Qasımov və onun qolu yekə Cangüdənləridir. Birbaşa bulardır səbəbkar. Və bugünkü gündə yenə də deyirəm, mən haqlıyam, qaçmıram, buradayam. Mən sizlə əlaqə saxlamaq istədim vaxtında. Sizinlə əlaqə saxlaya bilmədim bir sözlə. Heç nə. Allah sizin köməyiniz olsun. Allah Ali Baş Komandanımız cənab İlham Əliyevi qorusun. İnşallah ki, bu layiqincə bunun cavabı gələcək. Tədbir görüləcək.